Azərbaycan xalqı. Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edildi. Baş hakimi. Xanlar Vəliyevi bəlkə də baboşa elemanlara baxanlar bilməzlər Xanlar Vəliyev kimdir. Tərtər hadisələrinin şəxsən başında durub hərbiçilərimizə amansız işgəncələr verən məhz Xanlar Vəliyev. Yenə də burada da bir sual ortaya çıxır ki, bir çoxları təbii ki, baboş kimi, perpetuxlara, ləman kimi qəhbələrə baxanlar bilməzlər ki, tərtər hadisələri nədir, necə olub. Xanlar Vəliyev, Azərbaycan xalqı İlham Əliyev sizi növbəti dəfə təhqir elədi, alçaltdı və dedi ki, bu ölkədə xalqa zülm edənlərə mən qabağa çəkib vəzifə verəcəm. Xanlar Vəliyev də onlardan biri oldu. Xanlar Vəliyev o Xanlar Vəliyev idi ki, tərtər hadisələrində Azərbaycan xalqı hərbiçilərin dalına lom soxurdu, butulka soxurdu, cinsi orqandan asırdı, cinsi orqandan tok verirdi. Hərbiçilərimizin həyat yoldaşlarını hərbiçilərin qabağında, gözünün qabağında zorluyurdu. Bir hərbiçinin atasını çağırıb oğluna deyirdilər ki, atavın başına işə, sıç və s. və belə iyrənc cinayət əməli törədən və bunun başında şəxsən nəzarət edən Xanlar Vəliyev bu gün İlham Əliyev onu yeni vəzifəyə təyin elədi. Azərbaycan xalqı. Bu sizin üçün bəlkə də bir çoxlarını dərk eləməzsiniz. Qınamıram, sürü psixologiyası. İlham Əliyev xalqı öyrəşdirib sürü psixologiyasına. Amma mən sizə deyim ki, tərtər hadisələri bu xalqın yaralı bir yeridir. Namus, qeyrət bir məsələdir, bir cinayətidir. Ki, İlham Əliyev hakimiyyəti bunu eləyibdir. Və bunu elətdirən təbii ki, İlham Əliyevin hər şey xəbəri var idi və İlham Əliyevin nəzarəti altında baş verdi. Amma Xanlar Vəliyev bunu edənlərin elə ən qan içənlərdən biri idi. Və bugün o yeni vəzifəyə təyin olunub, Milli Məclisdə and içdi. İlham Əliyev yenə təşkil edirəm. Deyir ki, bu xalqa qan udduran, zülm eləyən, xalqın qanını içən qabağa gedəcək. Məsələn, polislər bugün, polislərin maaşını qaldırır, polisləri yüksək vəzifəyə təyin eləyir. Niyə? Çünki onlar İlham Əliyevi qoruyur, hakimiyyətdə saxlayır. Mehribanla İlham bugün polislərin daşşaqlarından sallanıblar ki, siz bizi qoruyun, biz də sizi qoruyacağıq. Azərbaycan xalqı, növbəti dəfə İlham Əliyev sizi təhqir elədi, söydü, üzünüzə söydü, ha? Özü elə belə söyüş yox, ən ağır formada söydü. Tərtər hadisələrinin cinayətkarı, düzdür, yenə deyirəm, tərtər hadisələrinin şəxsən İlham Əliyevin nəzarəti altında, İlham Əliyevin xəbəri ola baş verir. Amma cinayəti törədən və o işgəncələrə şəxsən nəzarət edən Xanlar Vəliyev idi ki, bugün o ən yüksək vəzifəyə təyin olundu. Hərbi prokurorluqdan çıxarıldı. Konstitusiya Məhkəməsinin hakimi təyin olundu. Azərbaycan xalqı, yatmağa davam edin. Görək İlham Əliyev hansı daha o qan içən, xalqa zülm edənləri vəzifəyə təyin eləyəcək. Azərbaycan hakimiyyəti. Azərbaycan xalqı, yatmağa davam edin. Yatan öküzün başına duran öküz işləyər. Yat.